Sumqayıt şəhəri Bayraq Muzeyində 1 iyun Uşaqların Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib. Tədbir 28 may Mədəniyyət evi və Sumqayıt şəhər Bayraq Muzeyi rəhbərliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra şəhidlərimizin əbədi xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir açıq elan olunduqdan sonra bir sıra rəqslər və musiqilər səsləndirilib. Bugün bura toplaşan uşaqların gözəl geyimləri, şirin rəqsləri hər kəsi valeh etmişdi. Bugün onların üzündə gülüş və təbəssüm vardı. Çünki gün onların günü idi. Bugün bu gözəl gündə onları izləməyə valideynləri, müəllimləri və rəhbərliklər yığışmışdı. Şirin balalar özləri kimi şirin rəqslərini nümayiş etdirdikcə hər kəsin üzündə sevinç, bayram əhval-ruhiyyəsi yaranmışdı. Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin şagirdləri də çox maraqlı çıxışlar etdilər. Hələ oyunlar oynayıb yarışlar nümayiş etdirdilər. Qalib olanlar da oldu. Bəli, doğrudur. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da qeyd olunur. Bugün uşaqların hüquqlarının qorunması, rifahının təmin olunması və onların sağlam, təhlükəsiz mühitdə böyüməsi məsələlərinə diqqət çəkmək məqsədi daşıyır. Bugün məktəblərdə, uşaq bağçalarında və müxtəlif ictimai tədbirlərdə bayram havası yaradılıb. Uşaqlar üçün konsertlər, oyunlar və müxtəlif əyləncəli proqramlar təşkil olunur. Çünki uşaqlar bizim gələcəyimizdir. Onları sevmək, onları qorumaq, onların etdiyi hər bir xoş hərəkəti alqışla qarşılamaq gərəkdir ki, gələcəkdə layiqli, savadlı vətəndaşlar yetişsin. Bugün burada düzənlənən tədbir o qədər möhtəşəm idi ki, nəinki balacalar, hətta böyüklər də bu tədbirdən böyük zövq aldılar. Bildiyimiz kimi, dünyanın əksər ölkələrində keçirildiyi kimi, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü Azərbaycanda da təntənəli şəkildə qeyd olunur. Bayraq Muzeyində də 1 iyundan bağlı tədbir təşkil olunub. Uşaqlarımızı təbrik edirəm. Gələcəkləri xoşbəxt, firavan, parlaq olsun. Bugünkü gündə uşaqlarımız çox xoşbəxtdirlər ki, qalib müstəqil Azərbaycanda böyüyürlər. Səsləri hər zaman yüksək zirvələrdən gəlsin. Bütün balaları təbrik eləyirəm. 1 iyun tarixi Beynəlxalq Uşaqların Müdafiə günüdür. Bu tədbir günü bütün məkanlarımızda, bütün inzibati orqanlarda, demək olar ki, hər yerdə bu təşkil olunur və keçirilir. Bu gün də biz qonağımız olduğu müəssisədə, Bayraq Muzeyində də bu keçirilir. Bunun mahiyyəti ondan ibarətdir ki, yəni doğrudan da uşaqları qorumaq, müdafiə etmək və onların qayğısına qalmaq lazımdır. Belə tədbirlərin keçirilməsi körpələrimizin gələcəkdə vətənə olan sevgisini, böyüklərə olan davranışını daha da tənzimləyir. Musiqilər oxuyub şeirlər səsləndirən, rəqslər edən uşaqlar tədbirin sonu olsa da hələ yorulmamışdılar. Axı bayram əhval-ruhiyyəsi idi. Axı onların üzündə, qəlbində bir sevinç vardı. Bu sevinci isə onlara yaşadan istedadlı müəllimləri və onları sevən valideynləri idi. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.